Salam əziz izləyicilər, mən bugün sizlərə hədəf test toplusundan yosunlar, mamırlar, qıcıkimlər və örtülü toxumlular bölməsinə aid olan bir neçə sualın izahını verəcəm. Sualda deyilir, xlamdomnada hansı mövsüm həm haploid, həm də diploid xromosom dəstli hüceyrələrə malik olur? Xlamdomnada biz bilirik ki, özü yetkin formada haploiddir və xlamdomnada payızda neynir? Qametlər əmələ gətirir. Qametlərin özləri haploiddir və eyni formada payızda xlamdomnada zigot əmələ gətirə bilər. Zigot isə biz bilirik ki, diploid xromosom yığımına malikdir. Deməli, payız bu şərti ödəyir. Daha sonra gəlin baxaq, qış fəslində necə olur? Qışda isə yalnız və yalnız zigot formasında sükunət mərhələsini keçirdiyinə görə, deməli, qışda nə olacaq? Yalnız 2N diploid, deməli, haploid olmayacaq. Bu aid deyil. Daha sonra yayda isə yalnız belə deyək də, xlamdomnadanın yetkin formaları mitoz nəticəsində yeni zoosporlar yaradır ki, yəni N-dən N yaranır. Burada diploiddən söhbət getmir. Yayda bura aid olmayacaq. Yazda isə deməli zigotdan nədir? Meyoz nəticəsində N xromosom dəstinə malik olan, yəni haploid xromosom dəstinə malik olan zoosporlar yaradır. Deməli, yazda da həm diploid, həm də haploid xromosom dəstinə malik olan hüceyrələri biz görə bilərik. O zaman cavab olur 1-4. D variantı. 57-yə baxaq. Payızda xlamdomnadada hansı proseslər gedə bilər? Payızda biz bilirik ki, yenə də mitoz yolla qametlər əmələ gətirəcək və mayalanma olacaq. Burada əgər zigotun yaranması da desəydi, biz onu da götürərdik. Cavab olacaq 2-3. Əlverişli şəraitdə ulotrikisdə hansı proseslər gedə bilər? Yəni ki, yaz və yay mövsümünə uyğun gələnləri biz buradan götürməliyik. Bir də deyilir zigotun meyoz yolla bölünməsi. Bu yazda olacaq, bəli. Yeni ulotriks sapların əmələ gəlməsi. Bu da mitoz nəticəsində olur. Deməli, yayda mitoz yolla qametlərin əmələ gəlməsi. Bu olmaz. Yuxarıda da qeyd etdik. Bu payız fəslindədir. Zigotun əmələ gəlməsi də payızda olur. Deməli, cavab 1-2 Y bəndidir. Daha sonra xlamdomnada hansı mövsüm yalnız diploid xromosom dəstinə malik olan hüceyrəyə malik olur? Burada isə yuxarıda izah etdiyim kimi yazda həm haploid, həm diploid, yayda yalnız haploid, payızda yazda olduğu kimi haploid və diploid, qışda isə yalnız və yalnız zigot mərhələsində olduğuna görə 2N xromosom dəstinə malik olan fərdlər olacaq. Deməli, cavabımız yalnız 4D variantıdır.